Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə həm çox dadlı, həm də sağlamlıq üçün olduqca faydalı olan böğürtən haqqında danışacağım. Bəlkə də hər gün gördüyümüz bu meyvənin əslində bədənimizə nə qədər təsir etdiyini tam bilmirik. Ona görə də gəlin birlikdə öyrənək görək, hər gün böğürtən yesək, orqanizmimizdə nələr baş verər? Bu barədə məlumatlı olmaq istəyirsinizsə, videonu sona qədər dinləməyi, bəyənməyi və paylaşmağı unutmayın ki, çox insanların bu dəyərli məlumatdan xəbəri olsun. Bu meyvə eyni zamanda immun sistemini gücləndirir. Tərkibində olan C vitamini sayəsində orqanizm viruslara və infeksiyalara qarşı daha dözümlü olur. Xüsusilə soyuq havalarda və xəstəliklərin çox yayıldığı dövrlərdə böğürtən yemək çox faydalıdır. Böğürtənin digər böyük üstünlüyü həzm sisteminə olan təsiridir. O liflə zəngindir və bu liflər bağırsaqların daha yaxşı işləməsinə kömək edir. Əgər qəbizlik problemi yaşayırsınızsa, böğürtən sizin üçün təbii bir həll ola bilər. Həmçinin ümumi həzm prosesini də rahatlaşdırır. Ürək sağlamlığı üçün də böğürtən çox dəyərlidir. O, qanda olan pis xolesterolu azaltmağa kömək edir və damarların sağlam qalmasını dəstəkləyir. Bu da ürək xəstəlikləri riskini aşağı salır. Beyin fəaliyyəti baxımından da böğürtənin rolu böyükdür. Araşdırmalar göstərir ki, bu meyvə yaddaşı gücləndirə və diqqəti artırmağa kömək edə bilər. Xüsusilə yaş artdıqca bu təsir daha da önəmli olur. Bundan əlavə, böğürtən dərinin gözəlliyi üçün də faydalıdır. Tərkibindəki vitaminlər və antioksidantlar dərinin daha parlaq və gənc görünməsinə kömək edir. Kollagen istehsalını artıraraq qırışların azalmasına dəstək verir. Əgər arıqlamaq istəyirsinizsə, böğürtən bu prosesdə də sizə kömək edə bilər. Onun kalorisi azdır, amma lif miqdarı çoxdur. Bu isə sizi daha uzun müddət tox saxlayır və artıq yeməyin qarşısını alır. Amma indi gəlin biraz da diqqətli olaq. Çünki hər faydalı şeyin çoxu zərərli ola bilər. Böğürtəni həddindən artıq istifadə etdikdə bəzi problemlər yarana bilər. Məsələn, çox yeyildikdə həzm sistemi həddindən artıq işləyə bilər və bu da qarın ağrısı və ya ishala səbəb ola bilər. Bəzi insanlarda isə böğürtən allergiya yarada bilər. Bu nadir hallarda baş versə də qaşınma, səpkilər və ya şişkinlik kimi əlamətlər müşahidə oluna bilər. Həmçinin böğürtənin tərkibində təbii şəkər var. Bu səbəbdən diabet xəstələri onu ölçülü şəkildə istifadə etməlidir. Bəs yaxşı, hər gün böğürtən yesək nə olar? Əgər normasında, yəni gündə təxminən 1 stəkan qədər yesəniz, immun sisteminiz güclənər, həzminiz yaxşılaşar, dəriniz daha sağlam görünər və ümumi enerjiniz artar. Amma həddindən artıq istifadə etsəniz, mədə problemləri və digər narahatlıqlar yarana bilər. Nəticə olaraq deyə bilərik ki, böğürtən Allahın bizə verdiyi çox qiymətli nemətlərdən biridir. Onu düzgün və balanslı şəkildə istifadə etdikdə sağlamlığınıza böyük fayda verə bilər. Əgər bu cür faydalı məlumatları sevirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.